Bəli. Deməli, Artemisdə yük gömrük bəyannaməsi var idi aprel ayı, ayın 15-i idi səhv eləmirəmsə ki, yükləri almaları lazım idi. Şərtə bir dənə baxaq, xatirəmiz canlansın. Məhsulumuz yatar 2 ədəd, PVC aparatı 1 ədəd, CNC router yenə 1 ədəd. Bu 3 avadanlığın alışını gerçəkləşdirmişik. Bizim rəsmiləşdirmə vaxtımız nə vaxt idi? 15.04.2022-ci il tarixində. Biz birinci nə edəcəyik? Bunlar üçün birinci avadanlıqlarımızı yaratmağımız lazımdır. Yəni, nomenklatur olaraq formalaşdırmalıyıq. İlk öncə müəssisə, mallar, nomenklatura. Bizim burada var mı müəssisəmiz? Onun içərisində yaradaq mı? İkinci bəli var. Əlavə et. Kısa adı yatar. Uzun adı da yatar. Ədədlə seçirəm. Nomenklatura qrupu nə olacaq bizdə? Bəli. Bir dənə deyək. Uzun müddətli əsas vəsait deyil. İtilər. Parisdən aldığımız məhsullar üçün yük gömrük bəyannaməmiz olur da bizim. Həmin yük gömrük bəyannaməsi üzrə sorğu nömrəsi də olur. Yük gömrük bəyannaməsindən aldığımız məhsullarda bunu qeyd edə bilirik. YGB nömrəsi istəyir bizdən. Böldüm. Deyək ki, bizdə axırıncı yük gömrük bəyannaməmiz nədir? Bunu verirəm. Üzərində F9-u seçirəm. Sınadımı kopyalasın. Hani bu F9. Sadəcə olaraq situasiya nədir? Biz burada qeyd eləməliyik sorğu nömrəsini. Artıq bizə lazım deyil. Deyək ki, bu formadadır. Bunun da son rəqəmi. Əsas məsələ, mənə deyin görüm, həmin yük gömrük bəyannaməsindəki idxalda ƏDV-ni hesabladınız, nə qədər elədi? İdxalda ƏDV. lazım değil. Bəli. Kontrol enter. Seçdik. Mənşə ölkəsi haradır? Türkiyə. Artıq xam və material deyil. Binalar, tikililər və qurğular, amortisasiya, digər əsas vəsaitlər, iş heyvanları, maşın, avadanlıq və biz texnika almışıq da. Razmin falan artıq lazım deyil. Yazmaq. Ştrix kod versin. Qiymət alış qiyməti vermə. Əlavə et. Artemis'in ambarını seçməyəcəm. 113. Təhvil vermənin uçot hesabı yenə 113. Uşaqlar, niyə təkrar hesab seçirəm mən? Ha? 113'ün Yox, ikinci hesab var. Təhvil vermənin uçot hesabı olaraq. Mən niyə təzdən 113 seçdim? Bəli, çünki kapitallaşdırdığımız zaman həmin hesaba mədaxili və kənarlaşdırdığı zaman həmin hesab çıxış da həmin hesabdan çıxılır.
Yəni ona görə hər iki hesabın ikisini təhvil vermənin çox hesabı deyərək onu seçirəm. Bax görsən həmişə belə olmur Səadət. Oy. Aldım. Görürsən burada 611 seçdim. Çünki əsas vəsaitimi satacağım zaman bu əsas vəsaiti 611 nömrəli hesab istifadə edəcəm. Ambara gitsem. Ambara yəni mal kimi alsaydım necə? Algı satqısı ilə məşğul olsaydım, alıb satsaydım 601 seçərdim. Sakin kumar hayır. Başka. Hı -hı. Ambara mı? Yok. Yox, burada yox. Bu uçot qiymətlərini uçot əməliyyatını formalaşdırdığı yerdir. Yəni hesab. Və yatarı yaratdıq. Bəli. O şeyin məhsulun adı ilə bağlıdır. Eyni adlı məhsulu yaratdığın zaman təzədən biri seçməlisən axı. Yatar okeydir. İkinci əməliyyatımız nə olacaq? Mənə deyin adın zəhmət olmasa. PVC. Bu cürə mi qeyd olunur? Baxın görün. PVC. Belədir. PVC aparatı. Ədədlə hazır məhsul. Müştərik kod verilsin. Nomenklatura qrupu. Bəli. Ki bir də əməliyyatı görəsiz təzədən. Eyni yük gömrük bəyannaməsi olduğu üçün yenə seçirəm. Mənşə ölkəsi Türkiyə. Sorğu nömrəsi. Biraz buna qabaq orada özümüzü uydurduq, yəni uyarladım. Əlimizdə olmadığı üçün. Yazmaq, uçot hesabları. Yenə Artemis. 113. 611. 701. Siz bunu eləməmisiniz uşaqlar. Yəni Artemis'in aferin işləyənlər. Bunu eləmədən mən necə eləmişsiniz? Mən orasını tutanmadım söhbət. CNC rotoruydu da düzdür. Necə qeyd edirəm? CNC rotor. Belə idi də ümid edirəm ki. Tamam. İşte kod niye 8'de kaldı? 9 versin. Yazmak. Vəssalam, əməliyyatlarımız hazır. Yəni, nomenklaturalarımızı yaratdıq. Mal alışından fərqli olaraq biz bunu xaricdən alırıq və xarici valyutadan alırıq. Doğrudurmu? Yəni, bizim oradakı qiymətlərimiz nə idi? Dollardan idi, manatdan idi? Dollardan idi. Tamam. O zaman gəlirik birinci nə əməliyyatımıza? Məhsulların özlərini yaratmağa. Mən əvvəlki əməliyyatlarına girmirəm pulla bağlı olanları. Amma məhsulun özlərinin alışını etməm lazımdır. Alış deyirəm. Mal və xidmətlərin mədaxili deyirəm. Əlavə et. Avadanlıq. Okey.
Tarix 15.04 25 düşdü abi. 22. Kontragentim kimdir mənim? Birisi. Denizli AŞ yazılır. Kısa olarak Tamam. tamam təchizatçı ilə əməliyyatı nə ilə eləyək? Dollarla. Dəyər lazımdır mənə. Nə tarixi? Yox, qeyd eləmiş. Yox, yəni bu dəqiqə ona ehtiyacımız yox. Dənizini qeyd edib, onun yolu dəyişməli. Dəyişmişdim axı. Ha. Əsas məsələ anbarımız. Artemisin anbarı nə idi? Var artıq, eləmi? Güzel. Mən hələlik bura eləyim, əlavə vaxt getməsin deyə. Alacağım şey avadanlıqdır. Bir dəqiqə seçmə üsulu ilə verirəm. Artemis. Birinci nədir? Yatardır. 2 ədəd. Qiyməti nə qədərdir? 12.000 dollar idi biri. 24.000 dollar ikisi. Rəqəm çox olub, belədir. Ha. Can onu nə ilə götürək? 12.000 AZN qarşılığı kimi qəbul edək. Elə rəqəm çox olub, biraz. Nə olacaq ki? PVC'nin qiyməti nə idi? 20 sorun için. Okey. Sonra nə idi? CNC rotor idi. O nə qədərdir? Tamam. Əməliyyatımızı qeyd etmiş olduq. Toplam 53.000 dollar məbləğində bir alış əməliyyatımız var. Yox, o bizlərdən bir dənə idi. Həmin rəqəmi formalaşdırdım. Uşaqlar, hesablaşmanın çox hesabında burada artıq ikini seçməniz lazımdır. Nə deyir? Valyuta ilə. 243-ü də yenə ikini seçmək lazımdır valyuta ilə. Və qeyd et. Okey. İndi əsas məsələ nədir? Müəssisə, oyna müəssisə. Dövrəyə qalıb. Mən aprel ayını işlədim də, düzdürmü? 01-04. Fərq etməz də, baxın görüm. Onu mənim əməliyyatım. Elə bildim mən bitmə tarixini deyəsəni. Bəli, 90.113-ə düşdü. Baxaq nələrin düşdüyünə. 39.000 bir ədəd, 30.600 bir ədəd, 20.400, bəlkə buymuş, səndə manatla. 2 ədəd. Baxaq, dollar qarşılıqları varmı? Bəli, göstərir. Ki 20.400 dolları da 12.000 edir. Mənim bunu qeyd etməkdə məqsədim nədir? Əsas məqsədim, hələ mən fakturanı qeyd elədim. Sadəcə alış faktura, hesab fakturanı yazdım. Xaricdən bizə gələn hesab fakturanı yazdım. Bir də bununla bağlı bizim gömrükdə əməliyyatlarımız da var idi, axarətən, düzdür? Olan da rəqəmləri bizdə mövcuddur. Rüsumumuz var idi, amma idxalda debimiz yox idi. Bir də xidmət haqqımız da var idi. Ondan başqa nə kimi xərclərimiz var idi bizim? Tamam. İndi gəlirəm, alışda görüm varmı burada? İdxal üzrə DGB var. Dövlət Gömrük Bəyannaməsi olaraq.
açıram və əlavə et deyirəm. Şirkət kimdir? Artemis'tir. Tarixim ne zaman olacak? Birinci onu düzeldim. 15.04.2022. Deyək bu olacak. Burada. Tamam. Deməli nə? Gömrük. Gömrüklə bir əlaqəmiz varmı? Burada dövlət qurumları var. Bakı Baş Gömrükdə var. Gömrükdə depozit hesabımız AZN-dən yoxumuzdur. Valyutamız yine yoxdur. Yük gömrük bəyannaməsi nömrəsi olacaq, indi onları düzəldəcəyik. 333 idi də, düzdürmü? Seçdik və gələk bura. Əlavə et. Bizdən nə istəyir? Diqqət elədiniz. Bir dənə adlarına baxaq. Valyuta depoziti və gömrükdə AZN depoziti. Seçirəm. Digərdə qalsın adlandırma. AZN olaraq da yerindədir. Digər olaraq qalıb. Səhv yerə girmişəm. Hə, bu valyutaymış. Siz başqa vaxtı digər adları yazırıq, amma indi isə onları qeyd eləmirik. Əməliyyatımız rahat getsin deyə. Uşaqlar, burada görürsünüz nə yazıbdır? Əməliyyat haqqı. Yəni, bəli, xidmət haqqımız. Nə qədərdir xidmət haqqımız? 250 manat. 250 manat. Gömrük cəriməsi varımızdırmı? Yoxdur. HGB-nin bölmələrinə keçək. Rüsumun dərəcəsi 15%-dən seçibdir. Gömrük dəyərini deyin zəhmət olmasa nə qədərdir gömrük dəyəri? Yox, gömrük dəyəri nə qədərdir? 90.000 nə qədərdir bizim fakturamız? O bizim hesab fakturamız. Və gömrük dəyərimiz, yəni daşıma falan var, beynəlxalq daşıma falan var idi. Yəni gömrüyə qədər başqa əməliyyat var. Onda 90.100 olaraq da qəbul edəcəyik. Başa düşmədiyin hissəni de, zəhmət olmasa saxlama. 90.000'in 15%'i 7.950 manat. 250'nin eşitliği. 250 cevap manat tutmak hakkı da var. Ve ben ne oldu? Baxaq bir dəqiqə zəhmət olmasa. Ben burada değil. 90.100 vurulsun 15%. 90.100'ü vurduğumuz zaman 13.515 manat edir. Gömrük rüsumu niye bire çıkardır bu? 13.515. 13.515 elədi məndə. 13.515. Çünkü çıkarttığım meblağ dolar. Var. Ha? 9.000 çıkarttığı dolar. 90.100 dollarlandır. Görün aşağıda çıkarttılar. Dolar. Ha, geçsin şimdi onu istəmirik biz dollarını. Əlavə dəyər vergisi. Ədəbiyyətsiz. İndi gəlirik. Yine artist baxın seçmək yox. Bəli. Niye 0 yazıram ki? 0 dərəcə iləndir. Bəli. Bizdəki əməliyyat nə idi? Qarabağda olduğuna görə azad idi. 0 dərəcə idi. Azadlısı bəs sonra. Baxın artıq seçmə məhsulları bir seçmək üçündür. Düzdürmü? Amma mən artıq doldurmaq istəyirəm buranı. Səbəb də nədir? Çünki axı mənim bir fakturam var. 53.000 dollarlıq. Seçilən birbaşa həmin fakturanın özü gəldi bura. Əməliyyatı bura. Bəli, doldurmaq hissəsinə daxil oldum.
Buradan öz fakturamı seçdim, nə yaratmışamsa. Həmin fakturanın üzərinə indi bayaq xərclər deyildi, bölüşdürmək deyildi. Bax indi bir bölüşdürməyə gəlirik. Burada bölüşdürmə bölümü var. Vururam. Hər birinin üzərinə əlavə elədim. Bölmeyi de kullan. 1060, 5860, 500. Doğruyuq. Tamam. Əlavə olaraq heç nə yox. Gəldik hesablaşmaların uçot hesabına. Əsas maraqlı məqam. Gömrükdə hesablaşmanın uçot hesabı. Nə seçmişik biz? 538 seçmişik deyək ki. Digər qısa abicə dəqiqə. Burada maraqlı situasiya ola bilər. Ola bilər ki, gömrüklə bağlı bizə öhdəlikdə hesablar vermiş olsunlar. Nasıdan və pudratçılı yox verilməyib. Ona görə 538. Yeni nədir bu? Gömrük, hesablaşma söz hesabı, 200 valyutadır bu. Hardan görürüz? Yəni, bizə lazım deyil. Cərmələr üzrə xərclərin çox hesabı bizdə yoxumuzdur. Yox da. Onu da 538. Necə bunu qəbul elədik? Abi istermesen. Diyor, Haziran'da bir yılda. Cərimələr üzrə xərclərin çox hesabı. Bəli. 538 2 yazsan. 598 2 milyon yazıyor. Kişinin adına nə qoymusansa onun asılıdır. Şimdi, şeytan bu senin hesabını yapmış. 01 yazma. Yox, əgər sub hesabı varsa hesabın, onu seçmən lazım. Deməli, onun özü nöqtədən əvvəlki olan isə ana hesabdır. Fərqli şeylər gəlib onun altında birləşəcək. Yeni hesabda var ki, son sub hesabı yoxdur, ancaq özü istifadə olunur. Cərimələr üzrə xərclərin sosial hesabı vergi məcəlləsi lazım deyil. Cərimələr üzrə digər xərclər maddəsi yenə bizə lazım deyil. Avans üzrə 243. Alış əməliyyatı etdiyim üçün. Əlavə olaraq nə var? Admin, razılaşmada bir şeyim yox. Əsasım. Başqa bir şey qaldı mı? Qeyd et və okey. 90.100 idi. Tərtib et. 113.325 etdi. Əlbəttə. Buyurun. Gəlin lap birinci qruplaşma ilə eləyim, bax. Hər biri ayrı-ayrılıqda bu formadadır artıq. Bu, indi izlədiyimiz əməliyyat yük gömrük bəyannaməsinin girişi idi. Sırf yük gömrük bəyannaməsi ilə bağlı xərclərin qeyd olunması idi. İndi isə növbəti mərhələsinə keçmək lazımdır əməliyyatın. Yəni, xərclərin əlavə edilməsi. Bəli. Sonra, siz deyin. Vardı olan müqavilələr bu şəxsən qaldı. Gömrük dəyərinə daxil olması lazım idi. O da var yeni dersler. Bəli. Çok sağ ol. Ben bu kadar. Məsəl üçün? Ne güzel. Şimdi bu gezip istasyonu uzamışam. Yox, gömrük demirəm mən. Mən gömrükdən ambarıma deyirəm mən. Bəli, 300 az yenilik. Güzel. Bunu demirsiniz, hansı? Bunu gəldi də üstünə. Hiç gəlmədi. Güzel diyorsun. Harbiden. Biz şimdi gelmez geçsin. Bak. Biliyorsun. Evet. Bunu yox. Şey hardadır? Alış.
Bizim sənətimiz buydu da, düzdür. Gördün ki üzərinə. Zaten üzerine bölmüşəm. Əgər bölməmişəmsə bu rəqəmə necə çatıram? Mavi olarak göreceğiz. Ben buraya göre konuşmuşum. İncelik usulü. Yəni Parçalama yapıyoruz. tamam bax. Mesela Əsas məsələ 300 manat. çok E,